الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على نبينا محمد وعلى آل محمد أما بعد اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد اللهم بارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم İnneke hamidun mecid. Əziz qardaşlarım, bildiyiniz kimi günlərin içərisində ən mübarək gün cümə günüdür. Bu günləri Allahın izi ilə bu gündən istifadə edib, cümə günündən istifadə edib, özümə və sizlərə iki məsələni xatırlatmaq istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm haqqında. O məsələlərə keçməmişdən öncə bilmək lazımdır ki, Allah subhanahu wa ta'ala Peyğəmbər sallallahu aleyhi və səlləmi bütün bəşəriyyət üçün nemət olaraq göndərmişdir. Sallallahu aleyhi və səlləm. Danışmaq istədiyim o məsələlər hansılar ki, biraz önce qeyd etdim. İki məsələ. Hər bir müsəlman fikirləşməlidir ki, bizim zamanımızda yaşayan müsəlmanlar bilməlidir ki, biz Allah Resulü sallallahu aleyhi və səlləmin yaşadığı torpaqlarda yaşamamışıq. Və biz Allah Resulü sallallahu aleyhi və səlləmdən sonra 15 əsr sonra ona iman etmişik. Allah bizə bu imanı nəsib edib ki, biz Allah Resulü sallallahu aleyhi ve sellemə iman etmişik ki, həqiqətən o, Allah tərəfindən göndərilmiş bir Peyğəmbərdir. Bu əslində böyük bir məsələdir. Niyə görə bunu deyirəm? Onun dövründə yaşamamışıq və ondan sonra 15 əsr sonra, subhanallah, Allah bizi bu iman üzərində sabit etsin. Ona görə ki, neçə insanlar var idi ki, onun dövründə yaşamışdı, lakin ona iman etməmişdilər, subhanallah. Bu məsələyə görə Allaha sonsuz şəkildə həmd sənalar olsun. Bu məsələyə görə gecə-gündüz Allaha dua etmək lazımdır ki, Allahım sənə həmd olsun ki, bu neyməti bizə bəxş etmisən. Ki, o Rasul ki, sallallahu aleyhi və səlləm gəlişi ilə, Allahın izni ilə insanları zülmətlərdən nura çıxartdı. Fikir verin, zülmətlər çoxdur, nur birdir. Həmişə Allah subhanahu wa ta'ala belə misallar çəkəndə zülmətləri bir neçə adlandırır. Zülmətlər. Amma nuru tək deyir. Çünki nur təkdir. O da İslam nurudur. O da iman nurudur. O da Muhammed sallallahu aleyhi ve sellemin gəlişi nurudur. Sallallahu aleyhi ve sellem. Fikirləşmək lazımdır ki, 15 əsr sonra birinci məsələ oydu ki, Allah subhanahu wa ta'ala biz onun dövründə yaşamadığımız bir halda, hansı ki onun dövründə biraz önce dediyim kimi, neçə insanlar var idi ki, onu gördülər, ona iman etmədilər. Subhanallah. İkincisi də nədir? 15 əsrdən sonra. 15 əsrdən sonra. Yəni bu 15 əsrin içərisində minlərlə, milyonlarla insanlar gəliblər bu dünyaya, bu dünyadan köçüblər Peyğəmbəri sallallahu aleyhi ve selləmi tanımadıqları halda. Həmd etmək lazımdır ki, Allahım sənə həmd olsun ki, mənə Allahın Rasulunu, yəni sənin Rasulunu mənə tanıtdın, ey Rəbbim. Buna görə sənə həmd sənalar olsun. İkinci məsələ, barakallahu fikum, biz Peyğəmbərin sallallahu aleyhi ve selləmin qohum əqrabalar deyilik. Onun qohumları olmadığımız halda,
Allah bizlərə nəsib elədi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ərəb, bizlər isə əcnəbi. Bunu nəyə görə deyirəm? Ona görə ki, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin qohumlarından neçələri oldu ki, ona iman etmədi. Buna ən böyük dəlil nədir? Əmisi, doğma əmisi, Abu Talib. O əmi ki, ona Allahın izni ilə himayəçilik edirdi. Onun uşaqlığından böyütdü, boya başa çatdırdı Allahın izni ilə. Şübhəsiz ki. Və Peyğəmbəri sallallahu aleyhi ve sellem'i tanıyırdı, subhanallah. Yəqin bilirdi ki, Allahın Rasuludur. Yəqin bilirdi ki, yalancı deyil. Yəqin bilirdi ki, insanları alladan deyil. İnsanlara xəyanət edən deyil. Nur üzərinə göndərilmiş birisidir. Salavatullah aleyhi və səlləm. Lakin buna baxmayaraq, yenə ona iman etmədi. Elə buna görə də Allaha həmd etmək lazımdır ki, elhamdülillah ki, biz Allahın Rasulunun sallallahu aleyhi və səlləmin qohum əqrabaları olmadığımız bir halda Allah bizə hidayət verdi. Allah bizə Rasulü sallallahu aleyhi və səlləmi tanıtdırdı. Sallallahu aleyhi və səlləm. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin üzərimizdə olan haqlarından danışsaq, neçə dərslər lazımdır. Lakin bu günləri cümə günüdür. Nə gözəl olar ki, bizlərdən hamımız Allah Resulü sallallahu aleyhi və səlləmə çoxlu sayda salavat demək. Sallallahu aleyhi və səlləm. Vallahi, çoxlu sayda salavat deməyin faydaları həm bu dünyada olur, həm də ahirətdə. Bil ki, çoxlu sayda salavat dediksə, qəm qüssə aradan gedəcək. Bil ki, xoşbəxt həyat yaşayacaqsın. Bil ki, Allahın izni ilə əgər borc sahibisənsə, borcların ödənəcək. Əgər bil ki, evində problemlərin varsa, bu problemlər aradan qalxacaq. Vallahi, şübhəsiz ki, bunları biz təcrübə əhlindən görürük, eşitmişik, bilirik ki, Allah Resulü sallallahu aleyhi ve sellemə salavat deməyin nə qədər faydaları var. Gəlin biz də bu fürsətdən istifadə edək. Allahın nəbisi sallallahu aleyhi ve sellemə salam və salavatı çoxaldaq. Ən gözəl salavat, yəni ən gözəl salavatın bizə çatan ən gözəli hansıdır? Hamısı gözəldir. Lakin bu varid olanların içərisində ən səhihi olan odur ki, dərsin önündə oxuduğum kimi Allahumma salli ala Muhammedin və ala ali Muhammed kəmə salleytə ala İbrahimə və ala ali İbrahim innəkə hamidun məcid. Allahumma barik ala Muhammedin və ala ali Muhammed kəmə barakta ala İbrahimə və ala ali İbrahim innəkə hamidun məcid. Uca Allahdan dilərəm ki, Allah subhanahu wa ta'ala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah subhanahu wa ta'ala bizlərə nəsib etsin ki, Muhammed sallallahu aleyhi ve selləmi görməyi. Allah Teala bizləri Peyğəmbər sallallahu aleyhi ve sellemlə bərabər həşr etsin. Bütün möminlərə Allah Teala nəsib etsin ki, qiyamət günü öz Rəblərini, Allahı subhanahu wa ta'ala'ni görməmizi və Allahın Resulü sallallahu aleyhi ve sellemi görməmizi. Subhanakallahumma bihamdik, əşhədu an la ilahe illa ente, estağfiruka və etûbü ileyk.